Xalq artisti rejissor Ənvər Həsənov dəfn edilib. Aktyorun dəfn mərasimində ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər. Mərhum Buzovna qəbristanlığında mərhum həyat yoldaşı Möminə xanımın yanında dəfn olunub. Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova bildirib ki, atam 16 gün komada qaldı. Vəziyyəti çox pis idi, ümidimiz çox az idi. Dünən güclə canını tapşırdı. Axşam 9-a işləmiş dünyasını dəyişdi. Nəsə, danışmaq mənə çox ağırdı. Qeyd edək ki, Ənvər Həsənov ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.